Qaldığımız yerdən davam edirik. Deməli, qalmışdıq burada. İkilik say sistemindən 8-liyə keçirməyi tələb edir. Yəni 8-liyə keçirməyi tələb edir. İkilik say sistemindən də 8-liyə keçirmək üçün bayaq ikilikdən 16-ğa keçirdiyim kimi ya 10-luğa keçib ikilikdən 10-luğa keçib 10-luqdan 8-yə keçmək olar. Ya da onun da qısa bir variantı var. 8 2-nin kubu olduğu üçün 3-3 ayırırıq. Həmin verilən ədədi 3-3 ayırırıq. Əgər qarşıya 3-ə tamamlamayıbsa, sıfırlar yaza bilərsiniz. Və 4-2-1 qaydası. 4-2-1 yenə dediyim, bayaq qeyd etdiyim kimi 4-2-1 2-nin qüvvətləridir. 2 üstü 0, 1, 2 üstü 1, 2, 2 üstü 2, 4. Yəni bu 2-nin qüvvətləridir. Burada 0-ı 4-ə vursan 0, 0-ı 2-yə vursaq 0, 1-i 1-ə vursaq 1. Yəni cəmləyirik 1 alırıq. Bu hissəni, yəni 1 alırıq. Bu digər hissəyə baxırıq. 0-ı 4-ə vursaq 0, 1-i 2-yə vursaq 2, 1-i 1-ə vursaq 1. Buradan da 3 alırıq. 3. Yəni beləcə qısa yolla tapa bilərik ki, bu ədəd ikilikdən 8-liyə keçirəndə olur 13. Və yaxud da ki, 10-luğa çevirib sonra 8-liyə çevirmək olar. 10-luğa çevirmək üçün bu ədədi, yəni bu ədədi 10-luğa çevirib, sonra da 8-liyə çevirmək olar. Məsələn, bu x1 olsun, bu x2. Demək, 10-luğa çevirmək üçün də bayaq qeyd etmişdik. Nə edirik? Yuxarıdan nömrələnmə aparırıq. 0, 1, 2, 3 nömrələyirik. 1 vurulsun. İkilikdən keçirik, düzdürmü? Ona görə burada 2 üstü 2-nin qüvvəti olacaq. 2 üstü 1-in üzərində 3 olduğu üçün 3 yazırıq. 0 vurulsun 2 üstü 2, üstə gəl 1 vurulsun 2 üstü 1 və üstə gəl 1 vurulsun 2 üstü 0. Beləcə yazandan sonra həll edirik. 2 üstü 3, qüvvətləri mütləq şəkildə bilmək lazımdır ki, say sistemi mövzusunu tam yaxşı şəkildə qavraya biləsiniz. Qüvvətlər də heç olmazsa 10 dənəni 2 üstü 0 1-dir, 2 üstü 1 2, 2 üstü 2 4, 2 üstü 3 8, 2 üstü 4 16, 2 üstü 5 32. Yəni qüvvətləri bilməyiniz say sistemi mövzusunu yaxşı qavramağınız üçün, yəni əsas amillərdən biridir. Heç olmazsa 10 dənəni bilsəsə, istər kodlaşdırma mövzusunda olsun, istərsə yəni informasiya miqdarı həcminin tapılması olsun. Yəni bu məsələlərdə bunlar mütləqdir. İnformasiya ölçü vahidlərində olsun. 1024. 1024. Hə. Deməli, bu 8, 1-i 8-ə vuranda 8 edir, 0-ı hər hansı bir ədədə vursaq 0 eləyəcək. 2 üstü 1, 2, 1-i 2-yə vuranda 2, 2 üstü 0, 1, 1-i 1-ə vuranda 1. Yəni, toplayanda nə olacaq? 11. 11. İndi 11 bunu tapdıq. 11 bunu tapdıq. İndi 11-i 8-ə bölürük. 1, 3. 1, 3. 11-i niyə 8-ə bölürük? Çünki 10-luqdan 8-yə keçirəndə 8-ə bölürdük. Deməli, cavab oldu yenə 13. Burada da 13 alındı, burada da 13 alındı. Sadəcə bu prosesdə, yəni bu həldə, həll yolunda ikilikdən 10-luğa keçirib 8-yə keçirdik. Burada isə birbaşa, yəni 3-3 ayırdıq və vurma vasitəsilə, yəni vurma əməli vasitəsilə vurduq, topladıq, tapdıq. 6-cı suala baxırıq. 6-cı sualda 54 onluqdan 8-liyə keçiririk. Bu çox sadədir. Yəni 54-ü 8-yə böləcək. 7 dəfə yox, 6 dəfə 48. 14-dən də 8, 6. Deməli, 66-ya bərabər olacaq. 6, 6. Bu sadədir. İndi 2
7, 7, 8-likdə ikiliyə keçirməliyik. Bu cədvəl qaydasına həll eləmək daha asandır. Yenə də ya onluğa da keçirə bilərsiniz. Məsələn, buradan onluğa keçirin, onluqdan ikiliyə keçirin. Amma cədvəl qaydası var ki, çox rahatdır, çox sadədir. Yəni, məsələ həllində, test həllində vaxt önəmli amildir. Vaxta qənaət baxımından, yəni, buraları silək, daha qarışıq olmasın. Vaxta qənaət baxımından, yəni, bu amil daha yaxşıdır. Bu həll yolu daha yaxşıdır. Deməli, 8-lik olduğuna görə bayaqki kimi qüvvətləri 2, deməli, 1, 2, 4 üzərində yazırıq. Bu cədvəl qaydasıdır. 4, 2, 1. 8-likdə 4, 2, 1 cədvəl qaydası. Deməli, 2-nin alınması üçün 4-ə ehtiyacımız yoxdur. Amma bir dənə 2-yə ehtiyacımız var, 1-ə də ehtiyacımız yoxdur. Yəni, 0-ı vuranda 4-ə 0, üstə gəl 1-i vuranda 2-yə 2, 1-i 0-a vuranda 0. Cəmləyəndə bunları, bax bu ədədləri bunlarla vurub cəmləyəndə bu 2-ni almalıyıq. Məsələn, 7 üçün bizim nəyə ehtiyacımız var? Hər birindən bir dənəyə ehtiyacımız var. 4, 2, 1 toplayanda 7 alınır. Yenə burada da eyni qayda. Yəni, eyni qayda ilə 7-dir. Deməli, evdə düzürük. Yəni, ümid edirəm ki, başa düşürsünüz nə demək istədiyimi. Yəni, burada biz burada yazdığımız ədədlərlə bunları vuranda, toplayanda buradakilərin bu nəticələri almalıyıq, 2-ni almaq. Yəni, bu cədvəldə 0 vur 4 üstə gəl 1 vur 2 üstə gəl 0 vur 1 bərabər olmalıdır 4-ə. Və yaxud 1 vur 4 üstə gəl 1 vur 2 üstə gəl 1 vur 1 bərabər olmalı 7-yə. Sonra bu cədvəldə aldıqdan sonra bu 0-1-ləri düzürük. Elə oradakı kimi düzürük. Tabii, cavab budur. Yəni, birinci bu sıranı düzdüm. 0, 1, 0. Aşağısından, yəni yanından aşağıdakını düzdüm. 1, 1, 1. 1, 1, 1. Deməli, buna bərabər oldu. Bu 0-ı yazmaya da bilərsiniz, yazı da bilərsiniz. Yəni, yazmaya da bilərsiniz. Demək, bunun cavabı 8-dən 2-yə keçirdik. 0, 1, 0. 1, 1, 1. Bir neçə dənə 1 vardı burada. 6 dənə 1 var. 6 dənə 1. Və yaxud da ki, onluğa keçirin. Onluğa. Onluqdan 2-yə keçirin. Yəni, burada qeyd edək. 277. 8-dən onluğa keçəndə 2 vurulsun 8-in nömrəliydik üzərində. 2 vur 8-dən keçirdiyimizə görə 8-in kvadratı. 7 vurulsun 8 üstü 1 üstə gəl 7 vurulsun 8 üstü 0. 8-in kvadratı 64. 64-ü 2-yə vurduq 128. Üstə gəl 56. 8 üstü 0 1-dir. Çoxsu qarışdırır uşaqlar. Üstü 0 olan köməyklər 1-ə bərabərdir. Üstə gəl 7. Alırıq burada. Yəni alta toplayaq ki, cavabda səhvliyə yol verməyək. 7, 9, 191 aldıq. Onluqda 191 aldıq. İndi bu ədədi də 8-liyə bölməliyik. 8-liyə, yəni keçirməliyik, 8-liyə bölməliyik. 16, 3. Bizdən baxaq. Burada yazaq ki, səhvə yol verməyik. İstərsəməz hesabında səhvlər olur. 8-ə bölürük. Yox, biz səhvə yol verdik. Biz 191 ədədini onsuz da 8-liyə onluğa keçirmişdik. Biz 2-liyə keçirməliyik. 2-yə bölə-bölə getməliydik. 191 ədədini 2-yə bölə-bölə getməliydik. Yəni 2-yə bölürük. 95. 95-i 2-yə bölürük. 47-ni 2-yə bölürük.
5'e bölürük.